Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Savalan massivindəyik. Həqiqətən də mükəmməl. Allah hər kəsin malına, mülkünə bərəkət versin. Biraz mən xoşlamıram tərif etmək. Çünki nəyə görə? Nə varsa göz qabağında olmalıdır. İzləyicilər özləri qiymət versinlər. Hər kəsin gördüyü işə təşəkkürümü bildirirəm ən azından sizlərə. Qeyd etdiyimiz ki, Məşdağa Savalan massivindəyik. 3 torpaq sahəsinin üzərində 120 kvadrat bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Demək olar ki, tam əşyalıdır. Paket qupçada evin də çıxarışı var, torpağın da çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm ipotek üçün yararlıdır. Qiymət 115 min manat və tam əşyalı. İnşallah buradan giriş hissəsini sizlərə təqdim edirəm ən azından. Və sonra keçirik evin içərisi və həyətin içərisi təqdimatı. Kamlanlarına qədər qapının ağzındadır. Gəl qardaşım. Ondan zəncir çatdırıq ki, kəmərinə qədər, yəni beton işlərinə qədər mükəmməl bir şəkildə qoyulub. Giriş hissəsini sizlərə göstərək. Gözəl bir giriş hissəsi var. Həyətin işıqlandırması, evin qabağının işıqlandırması, sağ və sol hissələrində padvalları və kombinin xəttləri və keçid edəcək evin içərisində. Yerdən də ən azından 6-7 daş ən azından kürsülüdür. Gəl qardaşım, evin içərisində təqdim edək. Giriş hissəsini təqdim edərik. Sonra evin içərisini təqdimatını. Giriş hissəsini təqdim edək. Deməli, koridorda enli bir koridordur. Kombi xəttləri və kombinin özünə qədər var. İnşallah zalı təqdim edək. Üstlərinə qədər hazır. Və qeyd etdiyimiz kimi demək olar ki, əşyalıqda pərdələrinə qədər qoyub. Gəl qardaşım. Bir dənə o qalır ki, yəni kim alsa Allah qeyd etdiyimiz kimi işin vaxtı geçsin, əşyalarını qoysun. Bu zal hissəsidir. Gördüyünüz kimi. Gəl qardaşım qabağa. Tam şəkildə izləyicilərimizə göstər. Bəzən izləyicilərimiz deyirlər ki, makler evləri, bax fikir verin, həqiqətən də keyfiyyətlə iş görürlər. Gəl qardaşım. Yataq otağını təqdim elə. Birinci yataq otağıdır. İkinci yataq otağımızı təqdim elə. Üçüncü yataq otağımızı təqdim elə. Hər otağın ayrı-ayrı da üstün, ayrı-ayrı da aboyu. Gəl. Mətbəx.